Təsadüfi seçib dodaq makyajı edirik. İnşallah başı qırılmamışdır. İlk dəfədir gözü bağlı dodaq qələmi çəkirəm. Ümid edirəm orada yaxşı görünür. Rəngi ilə bağlı ətrini də bilmirəm. Heç bir fikrim yoxdur. Nə rəngi olsa ondan da gedəcəm. Keçirik dodaq boyasına. Buradan bir resim. Yox, bunlar glossdur. Dodaq boyası seçeceğim indi. Nədir? İçine bu olsun. İnşallah kırmızı renk değildir. Ümid edirəm açıldı. Aha. Neyse elə bilir ha. Tünd rengidir. Ha. Yağa da oxşuyur. Devam edirik. Gloss seçmeye. En sevdiğim. Bu seçildi. Səlqəli vurum çünkü kırmızı olabilir. İlk kırmızıları ayırardım. Şimdi ve hazırdır. Bir yerde bakaq. Çok qəşəng olub. Kırmızı değildir inşallah diye kırmızı bir kombo yaratmışam. Dodaq qələmi, gloss. Təsadüfən seçdiklərimdən dodaq boyası bu idi. Çok qəşəng oldu, bu qədərini gözləmirdim. Part 2 gəlsin deyənlər evdə yazsın.